ki, onun yeni vəzifəyə təyin olunması onu gündəmdən çıxartmır. Əksinə hələ bir müddət deməli gündəmi tutacaqdır bu məsələ. Bəli. Amma yalnız onun deyil, bir sıra digər məmurların da biz görürük ki, Azərbaycanda siyasi karyerası uzun ömürlü olur. Mən burada təbii ki, daha çox siyasi mülahizələrin olduğunu düşünürəm. Yəni Rusiya Azərbaycanda hələ müəyyən təsir imkanlarına sahib olduqca Rusiyanın kadrları da təbii ki, bu və digər vəzifələrdə qalacaqlar. Bəlkə bu kontekstdən baxmaq lazımdır. Əlbəttə, Tərtər hadisələrində, digər məsələlərdə Xanlar Vəliyev ən çox adı hallanan məmurlardan biridir. Bütün bu baş verənlərin də başqa bir izahı yoxdur. Əlbəttə, biz bu il konstitusiya suverenliyi elan eləmişik. Amma ola bilsin ki, dediyim kimi, Rusiyanın Azərbaycanda təsir imkanlarının qalması təəssüf ki, bizim həm suverenlik məsələmizə, həm hüquq məsələlərimizə bu və digər formada təsir edir. Hər halda müəyyən bir evolyusiya prosesi gedir. Onun öncəki vəzifəsi indikindən daha səlahiyyətli idi, daha təsirli idi. Yəni, müəyyən qədər vəzifəsi, belə deyək də, biraz bir pillə aşağı düşüb deyə bilərik. Məhkəmələrdə yaş məhdudiyyəti yoxdur, hakimlər üçün yaş məhdudiyyəti yoxdur. Ümumiyyətlə, niyə hakim sizcə? Baxın, elə o maraqlıdır. Məsəl üçün, niyə başqa bir yerdə vəzifədə yox? Yəni, ona ən uyğun vəzifə, strateji həm də vəzifə hakimlikdirmi Konstitusiya Məhkəməsində? Ümumiyyətlə, hüquqşünas, yəqin ixtisasının hüquqşünas olması nəzərə alınıbdır. Amma dediyim kimi, Azərbaycanda bir çox məsələlər, xüsusilə islahatlar, ölkənin suverenləşməsi, müstəqilləşməsi bir təkamül prosesinə bağlıdır. Məncə bu kontekstə baxmaq lazımdır. Rusiya faktoru dediniz. Təbii ki, biz bu Tərtər işi ilə bağlı hər zaman gözləntimiz o idi ki, Nəcməddin Sadıqov məhkəməyə gələcək, müəyyən ifadələr verəcək, bir çox məsələlərlə bağlı. Həm də Nəcməddin Sadıqovun da bu məsələdə heç məhkəməyə gəlməməsi, ümumiyyətlə adının hallandırılmasına baxmayaraq ifadə verməməsi də diqqəti cəlb edir. Sizcə ümumiyyətlə Rusiyanın çətiri mi çox böyükdür və bu adlar sırf o baxımdan müəyyən, belə deyək də, narrativlər və direktivlər əsasında mı qorunur? Bir gün Ukraynada yaşananları hamı bilir. Nə baş verir Ukraynada? Rusiya hesab edir ki, Ukrayna onun nüfuz dairəsidir, onun müstəmləkəsidir və yaxud yarım müstəmləkəsidir və orada onun xoşuna gəlməyən siyasi proseslərə gedəndə ora müdaxilə edir. Yəni, siyasi alətlərdən istifadə edə bilməyəndə, seçki yolu ilə öz istədiyi hakimiyyəti formalaşdıra bilməyəndə, açıq formada deyək ki, ora təcavüz, işğal, ordu və s. müdaxilə edir. Eyni məsələlər digər postsovet məkan ölkələrinə də aiddir. Yəni, biz bunu nəzərə almalıyıq. Yalnız Baltikanı ölkələrdə bir ayrıcalıq tanınıbdır. Onunla əlaqədar olub ki, 2-ci Dünya Savaşı dönəmində həmin ölkələrin Rusiya tərəfindən, daha doğrusu SSR tərəfindən işğal olunmasını dünya tanımamışdı, qəbul eləməmişdi. Sonradan Sovetlər dağılanda bir centlmen razılaşması oldu ki, Baltikanı ölkələr Rusiyanın nüfuz dairəsindən çıxarılır. O, Amerikanın himayəsinə keçir. Hərçənd indi bilirsiniz, son günlər artıq onlar da başlayıblar divar hasar çəkməyə, onlar da Rusiyadan qorunmaq üçün çox ciddi işlər görürlər. Yəni, Rusiya keçmiş Sovet məkanını özünün nüfuz dairəsi hesab edir, özünün yarım müstəmləkəsi hesab edir və təbii ki, orada onun çox ciddi təsir imkanları da var, uzantıları var, 5-ci kolonu var. O hakimiyyətlər də, yəni bu dövlətlərdə, bu respublikada olan hakimiyyətlər də bəzən və yaxud da bir qayda olaraq bu gerçəkliyi nəzərə alma məcburiyyətindədirlər. Onu nəzərə almayanda Ukrayna kimi olur. Ukraynanın düşdüyü vəziyyət yaranır. Yəni, vəziyyət bu qədər net. Biz, məsələn, Qazaxıstan hadisələrini xatırlayırıq. Qazaxıstanın uzun illər müstəqillik dönəmində prezidenti olan, ümumiyyətlə Qazaxıstanın bir dövlət kimi formalaşmasında müstəsna xidmətləri olan Nazarbayevin biz siyasi taleyini necə yekunlaşdığını gördük. Yəni, o Rusiyanın Qazaxıstandakı siyasətinə uyğun olmayan hansı addımlarına görə cəzalandırıldı və bugün də demək olar ki, hansı statusda yaşayır, həyatını davam etdirir, bunu aşağı-yuxarı bilirik. Yəni, deməyim odur ki, Rusiyanın bu postsovet məkanına, hətta bəzi Şərq Avropa ölkələrinə təsiri kifayət qədər ciddidir. Bu barədə danışılmır, ona görə də insanlar bəzən asırlar, kəsirlər,
iddialar qoyurlar, nə bilim nələr qoyurlar. Bunlar qeyri-ciddi almaq lazımdır. Yəni əgər bu günləri Avropa ölkələri hamısı bir yerdə Rusiya ilə savaşmaq üçün yeni-yeni ideyalar fikirləşirlər, formatlar düşünürlər, hərbi sənaye kompleksini gücləndirirlər. Bu gün əgər ABŞ prezidenti hətta açıq formada mən 3-cü Dünya Savaşına getməyəcəm, ona imkan verməyəcəm deyirsə, bütün bunlar hamısı o deməkdir ki, Rusiyanın o iki sifəti var. Bir yaxşı görsənən sifət, biraz o dekorasiya falan var orada. O müəyyən şeylərdən istifadə olunubdur. Bir də var gerçək sifət. Yəni o siyasi alətlərdən istifadə edə bilməyəndə, maraqlarını təmin edə bilməyəndə Ukraynadakı hadisələr baş verir və yaxud da Saakashvilinin yaşadıkları yaşanır, Nazarbayevin yaşadıkları yaşanır, yaxud da Azərbaycanda dəyişik vaxtilə qiyam olur, dövlət çevrilişi olur. Məsələn, Moldovada son seçkilərdə baş verənlər baş verir. Yəni, bütün bunlar hamısı gerçəklikdir. Dünyanın